Bismillahirrahmanirrahim. Buradan Quranda varmı cümləsini özünə şüar edənlərə bir müraciətim var. Quranda zülmə etiraz etmək yoxdurmu? Quranda zalıma qarşı çıxmaq yoxdurmu? Quranda məzlumu müdafiə etmək yoxdurmu? Allah Teala Qur'an-ı Kərimdə İbrahim Peyğəmbəri əleyhissalam nəyə görə təriflədi? Allah Teala İbrahim Peyğəmbəri Qur'an-ı Kərimdə niyə bir ümmət adlandırır? Namazına görə, orucuna görə, ibadətinə görə? Xeyr. Ona görə ki, o zülmə etiraz etdi. Məzlumun yanında durdu. Zalimlara qarşı çıxdı. Bir ümmətin işini tək gördüyünə görə Allah Teala onu Qur'an-ı Kərimdə bir ümmət adlandırır. İndi sizə sual verirəm. Siz niyə bu şeyi Qur'andan öyrənib təbliğ etmirsiniz? Niyə insanlara Qur'anda olanları çatdırmırsınız və özünüz də ona əməl etmirsiniz? Nə zaman bir məzlumun yanında durmusunuz? Nə zaman bir zalıma qarşı çıxmısınız? Nə qədər zülümlər olunur? Siz bir dəfə etiraz etmirsinizmi? Axı Qur'an-ı Kərimdə zülmə etiraz etmək var. Yeri gəlmişkən bu yaxınlarda Azərbaycana, Bakıya, beynəlxalq səviyyədə cinayətkar, zalim adlandırılan, qaniçən, uşaq qatili İsrailin baş naziri Netanyahu Bakıya gəlir. Buna etiraz etmək lazım deyilmi? Hər kəs bir formada buna öz etirazını bildirməlidir. Əvvəldə qeyd etdiyimiz kimi Qur'an-ı Kərimdə zülmə etiraz etmək var. Axı heç vaxt Azərbaycan xalqı, bizim xalqımız zalimları, uşaq qatillərini xoş qarşılamayıb və onlara qucaq açmayıblar. Bizim də uşaqlarımızın, xalqımızın uşaqları Xocalıda qətl edildi. Xocalı qatillərini biz xoş qarşılamadıq. Hətta məhkəmələrdə onlara ən ağır cəzanı belə istədik. İndi Xocalıda qətl olunan uşaqların neçə min qatı Qəzzada, Fələstində bu insanın, Netanyahunun, uşaq qatilinin əli ilə qətlə yetirilib. Əsl etiraz olunması məsələ qalıb bir kənarda, siz nədən danışırsınız və nəyə etiraz edirsiniz? İnsanların diqqətini başqa yerə yönəltmək lazım deyil. Bugün etiraz olunması məsələ budur ki, bu uşaq qatili Azərbaycana, Bakıya gəlməsin. Bunun Azərbaycana dəvət olunması və gəlişi müsəlman Azərbaycan xalqına təhqir deməkdir. O baxımdan biz də öz etirazımızı bildiririk. Etiraz edənlər də hər hansı bir formada, özünə məxsus formada öz etirazlarını bildirirlər və Allah Teala tezliklə zalimların kökünü kəssin inşallah.